1 iyun 2001-ci il Cümə günü idi. Nepal kralının ailəsi Katmandudakı sarayda şam yeməyinə yığışmışdı. Amma bir neçə dəqiqə sonra baş verəcəklərdən isə bir nəfərin xəbəri var idi. Bu şəxs az sonra Nepalı silkələyəcək dəhşətli hadisəyə imza atacaq Şahzadə Dipendra idi. Ayda 2 dəfə cümə günləri təşkil olunan bu şam yeməyində isə Kral Birendra və Kraliçə Aishvarya, onların 3 övladı Vələh Dipendra, qızları Shruti və kiçik oğulları Nirajan iştirak edirdilər. Həmçinin kralın ən kiçik qardaşının həyat yoldaşı və uşaqları ilə kralın 3 bacısı və bir kürəkəni, Shrutinin həyat yoldaşı və kralın əmisinin 2 oğlu orada idi. Ancaq Kral Birendranın özündən 1 yaş kiçik qardaşı Şahzadə Gyanendra yox idi. Tədbir ailəvi olduğu üçün orada mühafizəçilər iştirak etmirdi. Müasir Nepal tarixinin ən dəhşətli hadisəsinə keçməzdən əvvəl 9 nəfərin ölümü, 4 nəfərin yaralanmasına səbəb olan qətliama qədər baş verənləri şahidlərin dilindən belə danışım. Belə ki, Vələh Dipendra şam yeməyinə gələndə özünü idarə edə bilməyəcək dərəcədə sərxoş olub və açıq şəkildə narkotik tərkibli bitki doldurulmuş siqaret çəkirmiş. Hətta ayaq üstə dura bilməyən Dipendra qonaqların biri ilə mübahisə etdiyi üçün kiçik qardaşı Şahzadə Nirajan və başqa bir qonaq tərəfindən öz otağına aparılır. Bir müddət otaqda tək başına qaldıqdan sonra Şahzadə sevdiyi Devyani Ranaya ilə bir neçə dəqiqə telefonla danışdıqdan sonra hərbi geyimdə və əlində bir avtomat olmaqla bir neçə odlu silahla şam yeməyi keçirilən otağa daxil olur. Və ilk hədəfi olan atası Kral Birendranı avtomatla vuran Dipendra digər məclis iştirakçıları olan ailə üzvlərini güllələyir. Daha sonra bağa çıxaraq orada olan anasını və bizi öldürmə deyərək yalvaran kiçik qardaşı Nirajanı qətlə yetirir. Beləliklə 9 nəfəri öldürən Dipendra hadisə zamanı əmsi daxil olmaqla 4 nəfəri də yaralayır. Planını reallaşdıran Şahzadə Dipendra sonda avtomatı özünə də tuşlayaraq tətiyə basır. Ağır yaralanan Dipendra 3 gün komada qaldıqdan sonra dünyasını dəyişir. Şahzadə Dipendra 4 iyunda vəfat etdikdən sonra hadisə günü sarayda olmayan əmsi Gyanendra Nepalın sonuncu kralı olur. Dipendra hələ komada ikən regent səlahiyyətlərini icra edən Gyanendra bəyan etmişdi ki, hadisə avtomatik silahın ehtiyatlıq nəticəsində atəş açması səbəbindən baş verib. Lakin aparılan istintaq araşdırmalarından sonra qətliamın məhz Dipendra tərəfindən törədildiyi sübut olunub. Bu faciənin səbəbinə keçməzdən əvvəl bildirim ki, qatil Şahzadə Vələh Dipendra 27 iyun 1971-ci ildə atasının kral olmasından 7 ay əvvəl doğulub. Orta və ali təhsilini Nepalda alan Dipendra yeniyetməli illərində Böyük Britaniyadakı Eton kollecində oxuyub. Bəzilər Dipendranın sözə baxan uşaq olduğunu deyirdi. Digərlərinə görə isə valideynlərinin kral öhdəlikləri ilə məşğul olduqları bir zamanda ona diqqət ayrılmadığı üçün bu onu aqressiv edibmiş. Hətta onun sadist meylləri də var imiş. Sarayda 26 il xidmət etmiş birinin verdiyi açıqlamada isə belə deyilirdi. Uşaqlıqda görməli olduğu sevgini lap əvvəldən ala bilmədiyi üçün Şahzadə bu cür olmuşdu. Dipendranın silaha marağı isə çox erkən yaşlarından başlayıb. İlk silahını 8 yaşında alıb. Nepal kral ailəsinin digər üzvləri silah daşısa da, Dipendra doldurulmuş silahları otağında elə ortalıqda saxlayırmış. Sarayda olan hər kəs onun gün ərzində saatlarla atış məşqləri etməsinə öyrəşmişdi. Qətliama səbəb olacaq hadisəyə zəmin isə Şahzadə Böyük Britaniyada Eton kollecində oxuyan zaman yaranıb. Belə ki, Dipendra orada Nepalın ən varlı ailəsinə mənsub bir qızla, Devyani Rana ilə tanış olub. Nəticədə Dipendra ilk baxışdan o xanımı sevib. Lakin Devyaninin ulu babası Rana sülaləsindən Nepalın son baş naziri, ana tərəfdən nənəsi isə Hindistanın keçmiş kral ailəsinə mənsub olduğu üçün Dipendranın ailəsi bu münasibətə qarşı idi və həmçinin ailənin müxalif mövqedə dayandığı əsas gətirilərək Dipendranın valideynləri bu münasibətə qarşı idi. Hətta evliliyin Nepal kral ailəsinə kölgə salacağı və həmçinin xarici təsir altına düşürə biləcəyi ilə bağlı narahatlıq da yaranmışdı. Bundan başqa Devyaninin ailəsi çox varlı olsa da, kasta baxımından Nepal kral ailəsindən aşağı pillədə idi və bu səbəbdən də gələcək kraliçə rolu üçün yararsız sayılırdı. Şayələrə görə Devyaninin anası Kraliçə Aishvarya belə demişdi ki, qızı son dərəcə lüks həyata alışıb və Nepal kral ailəsinə gəlin getməsi onun həyat səviyyəsini
aşağı sala bilər. Kral Brendra da evliliyə qarşı idi və hətta Divyani ilə evlənəcəyi təqdirdə Dipendranı taxt varisliyindən uzaqlaşdıracağı ilə hədələmişdi. Məlumata görə Dipendranın bu sevgisinin qarşısını almaq üçün 30 yaşını qeyd etmək ərəfəsində olan şahzadə haqqında məqalələr dərc edilməyə başlayır. Hətta ailəsi onun üçün 2 qız da seçibmiş. Məqalələrdə isə Dipendranın 30 yaşına subay yaxınlaşan ilk Nepal şahzadəsi olduğu, xalqın isə onun toyunu tezliklə və ən möhtəşəm şəkildə bayram etmək istədiyi haqqında yazılırdı. Lakin Dipendra sevdiyi xanımla evlənə bilməyəcəyi təqdirdə ömürlük subay qalacağı qərarını bəyan etmişdi. Bu və 1990-cı ildə baş vermiş konstitusiya dəyişikliyi Nepal kral qətliamına aparan əsas motivlər sırasında göstərilir. Məhz bu haqqında danışdığım kral qırğını Nepallılar arasında monarxiyanın populyarlığının azalmasına səbəb oldu və nəticədə ölkədə 2008-ci ildə monarxiyanın ləğvinə və Nepalın respublika elan edilməsinə gətirib çıxardı. Və tarixdə Nepal krallığının monarxiyadan demokratiyaya keçidini başladan kütləvi qətliam kimi qaldı. 2 iyunda qətliamın qurbanlarına dövlət səviyyəsində vida mərasimi keçirildi və Katmandudakı Paşupatinat məbədinin qarşısında kremasiya edildilər. Dipendranın əmisi Gyanendra 4 iyunda taxta çıxdı. Elə həmin gün Katmanduda komendant saatı tətbiq edildi. Buna baxmayaraq ixtişaşlar baş verdi. 3 etirazçı güllələnərək öldürüldü. Növbəti gecə daha 14 nəfər yaralandı. 460 nəfər isə komendant saatını pozduğuna görə həbs edildi. Nepal Ali Məhkəməsinin sədri və parlamentin spikerindən ibarət 2 nəfərlik komissiya bir həftə davam edən istinta qapardı və hesabat 14 iyunda dərc edildi. Təsadüfi atəş versiyası rədd edildi və bütün məsuliyyət Dipendranın üzərinə qoyuldu. Lakin 6 səhifəlik sinopsis şübhələri aradan qaldırmadı. Hesabatda toksikologiya, ballistika və meyitlərin yarılma nəticələri kimi vacib məlumatlar yox idi. Dipendranın cinayət gecəsi siqaret əvəzinə nə çəkdiyi sadəcə adı açıqlanmayan qara maddə kimi qeyd olunmuşdu. Hesabat Dipendranın intihar etdiyini də açıq şəkildə bildirmirdi. London şəhər polisinin kömək təklifi də rədd edilmişdi. Nepal xalqı Dipendranın valideynlərini öldürməsinə inanmaqda çətinlik çəkirdi və verilən rəsmi izaha güvənmirdi. Gyanendranın hakimiyyəti isə pis başladı. Nepal xalqının ona qarşı əvvəlki kral Brendraya olduğu qədər rəğbəti yox idi. Bir neçə il etirazlar, ixtişaşlar və dəyişikliklərlə keçdi və nəticədə keçid hökuməti daimi dövlət quruluşu yaratmaq və monarxiyanın ləğvinə hazırlıq işləri gördü. Nəhayət 28 may 2008-ci ildə Nepal özünü Federal Demokratik Respublika elan etdi və ölkə monarxiyası rəsmən ləğv olundu.